Mənim üçün daima inkişaf etmək və dayanmadan çalışmaq əsasdır. Yəni, ümumiyyətlə mənim düşüncəmdə mən yaxşıyam, mənim rəqibim yoxdur, mən əlayam deyə bir anlayış yoxdur. Əgər insan övladı varsa, dayanmadan çalışmalıdır. Rəqabət, sağlam rəqabət hər zaman bunu olmalıdır. biz dünya praktikasında görürük. İlk telefon Nokia'da, amma bugün Nokia bazarda yoxdur. Səbəb nədir? Çünki onların özgüvəni olması və ilk olması. Amma o deməkdir ki, yəni siz zaman dəyişirsə, demək siz də dəyişə bilərsiniz və sizi əvəz edəcək alternativlər həmişə olur. Və siz daima çalışmalısınız ki, o bazarda və o sahədə öz gücünüzü və əməyinizi saxlayasınız. Mən özüm 19 ildir ki, IELTS, TOEFL dərsləri keçirəm. Təbii ki, biz biznes idarə edirsə, rəqib analiz edirik. Bəzən bilirsiniz, hər bir sahədə olan kimi bizdə də trend müəllimlər çıxır, gedir, gəlir. Amma mən həmişə əməkdaşlarımıza və komandama deyirəm ki, onlar hamısı trenddir. Hər bir insan öz işində marka olmağı və brend olmağı daha hədəfləməli. Və o nə zaman olur? Yəni, marka olmaq sosial mediada özünü reklam eləmək, nə bilim, bir kaos yaratmaq deyil. Markalaşmaq odur ki, sən özünə investisiya edirsən, sən öz sahəndə professional olursan, öz sahəndə əldə edə biləcəyin biliklər, yer aldığın konfranslar və yaxud da həyatına toxunuş, mənim sahəmdə məsələn, həyatına toxunuş elədiyin gənclər sənin üçün ən böyük markalaşmadır. Bəzən